Peyğəmbərdən soruşdular ki, ya Resulallah, Allahın yanında ən sevimli bəndə kimdir? Sizcə nə dedi? Dedi, gecə namazı qılan, dedi, günə filan qədər Quran oxuyan, bunları demədi. Dedi, Allah yanında ən sevimli bəndə insanlara çox fayda verəndir. O adam ki, başqalarına çox xeyir verir, fayda verir, digərləri üçün faydalıdır, o Allahın da yanında ən sevimli adamdır. İmam Sadiq buyurur ki, bir adam Kəbəni təvaf eləyir. Hacılar bilir təvaf nədir? 7 dənə şoutdan ibarətdir. Bir dövrəsi bir şout sayılır. 7 dövrə vurmaq bir təvaf sayılır. İmam Sadiq buyurur ki, kim 7 dəfə Kəbə başına dolansa, bir təvaf eləsə, 6000 savab onun namı əməlinə yazılar. Onun namı əməlindən 6000 günah silinər. Allah ona bu təvafa görə 6000 dərəcə verər. Bunu deyəndən sonra İmam Sadiq buyurur ki, müminin ehtiyacını ödəmək 10 təvafdan üstündür. Sən demir 10 təvafa bərabərdir, 10 təvafdan da üstündür.